animasiyada yeni səviyyə Nvidia-nın təqdim etdiyi Kimoda animatorlar üçün adi yenilik yox, birbaşa workflow silkələyən alət təsiri bağışlayır. Model 700 saatlıq peşəkar optik motion capture datası üzərində öyrədilib və bu da hərəkətlərin daha təbii, daha dəqiq və daha canlı görünməsinə kömək edir. Bəs bu alət 3D və motion dizayn dünyasında yeni standart ola bilərmi? Kimodo yalnız mətn promptu ilə kifayətlənmir, full-body keyframe, oynaq mövqeyi, rotasiya, 2D waypoint və path kimi idarə etmələri də qəbul edir. Yəni animator sadəcə fikir atmır, hərəkəti faktiki olaraq yönləndirir. Bu da nə çıxsa bəxtimə yox, daha peşəkar nəticə deməkdir. Açığı bu hissə biraz AI yox, sanki studiyada gizli junior animator oturub effekti verir. Bir generasiya segmenti maksimum 10 saniyə olsa da, timeline interfeysi ilə bir neçə hissəni zəncir kimi birləşdirib uzun səhnələr qurmaq mümkündür. Lepoda interaktiv demo, lokal işə salma və açıq mənbəli kod bazası da göstərilir. Baxmayaraq ki, model faylları ayrıca lisenziyalanır. Sizcə, Kimodo animatorun ən yaxın dostuna çevirəcək, yoxsa hələ də gözləyək, görək mərhələsindədir?